Bilirdinizmi ki, dünyanın ən irəliləmiş ölkəsi hesab edilən ABŞ-da cinsi xarakterli cinayətlərin sayı rekord həddədir. FBI-in 1990-cı il statistikasına görə hər gün Amerikada 1756 zorlama törədilir. Əgər dəqiq hesablamalar aparsanız görəcəksiniz ki, Amerikada hər 32 saniyədə bir zorlama baş verir. Sual verirəm sizə. Əgər Amerikada Allah Subhanahu və Teala'nın şəriətini qanun olaraq tətbiq etsələr, hər kişi qadın görəndə başını aşağı salsa, qadın da bədənini örtsə və bunlardan sonra da kimsə belə cinayət etsə, onu da edam etsələr, sizcə bu cinayətlərin sayı azalar yoxsa çoxalar? Əlbəttə ki, azalar. Çünki bu Allahın qanunudur və o işləyir, nəticə verir. Kim şəriət qanunlarını tətbiq etsə, o mütləq nəticə əldə edər. Qərb cəmiyyəti qadın azadlığından durmadan danışarkən onu yüksəkliklərini iddia edirlər. Lakin bu, onların bədənindən istifadə etmək, ruhunu pozmaq, namusunu itirməsi üçün edilən boş sözlərdən başqa bir şey deyil. Qadının vəziyyətini yaxşılaşdırdıqlarını deyirlər. Əslində isə bu çirkin işlərə gözəl lozunqlar, azadlıq və müstəqillik adı verərək onu məşuqə, dost və uğraşların əlində alət etməklə statusunu aşağı salırlar. Fikir vermisiniz, az qala bütün reklamlarda qadın iştirak edir. Məsələn, motosiklet reklamı. Dünyada çox az qadın motosiklet idarə edir. Ancaq buna baxmayaraq reklam edənlər məhz qadınlardır. Məsələn, avtomobil reklam. Yarı çılpaq bikinili bir qız BMW avtomobilini reklam edirdi. Aşağıda da yazı var idi. Çalış onu idarə et. Azadlıq, müstəqillik loqosu altında ana və bacılarını alçaltdıqca alçaldırlar. Bizə gəldikdə isə biz anamızı, bacılarımızı, qızımızı sevirik və belə müstəqillikdən və azadlıqdan uzağıq, əlhamdülillah. Biz onların bədənindən avtomobil satmaq üçün istifadə etməyəcəyik. Və bizim hicabımız sizə zülm kimi görsənirsə, deyim ki, belə zülm bizə xoşdur. Namusumuzu, qeyrətimizi qoruyan bir zülmü biz sevirik.